Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Değerli dinleyiciler, Araz News Radyosu'nda Panorama programına hoş geldiniz. Bu bölümde İran'da illerce Azerbaycan milli faallarının hukuki müdafelerini üstlenmiş, daha sonra ise güvenlik kurumlarının baskıları nedeniyle ölkəni terk etmek mecburiyetinde kalmış olan insan hakları faali ve vekil Sayın Nağı Mehmudi ile danışacağıq. Müsahibede siyasi faalların muhakeme süreci, insan hakları ihlalları, Azerbaycanlı faallara karşı baskılar ve İran'da müstakil vekilliğin durumunu ele alacağıq. Sayın Nağı Bey, sizi hoş gördük. İran İslam Cumhuriyeti Anayasasında siyasi suçlara mütteham olunan şəxslər üçün ələni dadqa veya məhkəmə ve heyət münsifə, yəni jüri ilə mühakimə açıqca belirtilmiş. Ancaq əməldə heç bunun həyata geçirildiğini görmürük. Özellikle siyasi faallar ve qeyri-fars millətlere mənsub olan faallar, başta Azerbaycan Türk faalları, uluslararası hukuk standartları çerçevesinde siyasi pərvəndələrdə ələni və heyət münsifə ilə mühakimə necə olmalıdır? Və sizce İran hakimiyeti neden özellikle milli faallara bu cür muhakimelerden kaçır? İran rejiminin anayasasına əsasən kullu mühakimələr ələni olmalıdır. Bunu 165-ci əsldə təkid olunur və 168-ci əsldə də siyasi cürmlərdə məhkəmənin ələni olması və heyət münsifənin ya jurunun huzuru deyilir. Və həmçinin bu ki, dadqüstəri məhkəmələrində bu mühakimələr icra olunsun. Yəni, bura qədər nə təkcə siyasi pərvəndələrdə mühakimələr ələni olmayıb və heyət münsifənin huzuru olmayıb, bəlkə dadqüstərinin ümumi məhkəmələrində yox, inqilab məhkəmələrində bu cürmlərə yetişilib. Və bu da demək olar ki, böyük bir nəqsidir və öz qanun əsasların nəqz eləməkdir ki, siyasi pərvəndələrə inqilab məhkəməsində baxırlar. Mən sirfən bir moriddə heyət münsifənin huzurunu görmüşəm mühakimatda, o da 85-ci ildə ki, qiyam oldu Azərbaycanın bütün şəhərlərində. Mən Nidaya Azərabadiqanın müdir məsulü Əbülfəz bəy Visalının vəkili idim və bir tək onun məhkəməsində heyət münsifə var idi. O da o heyət münsifə ki, sözdə heyət münsifə idi. Yəni içində bir qazı var idi, hakim var idi. Ondan sonra Təbrizin keçmiş universitet rəisi var idi. Olaydılar ki, yəni dövləti demək olar ki, simətləri var idi və mənsubiyyətləri var idi. Və heyət münsifənin əsas məsələsi budur ki, toplumun müxtəlif sinflərində olan insanlardan o məhkəmədə hazır olsunlar və onların huzuru da toplumun vicdanı kimi nəzərdə alınır ki, orada sirfən bir qəzai proses yox, bəlkə toplumun cəmi vicdanının da müşarikəti olur. Əlbəttə, böyük məsələ budur ki, 1395-ci ilə qədər siyasi cürm İranda rəsmiyyətə tanınmamışdı və 95-ci ildən bu günə qədər də ki, üstündən 9 il keçir, hələ də mən şəxsən özüm görməmişəm bir siyasi pərvəndə adında, siyasi müttəhəm adında biri mühakimə eləsinlər və onda da məhkəmə ələni olsun və heyət münsifənin iştirak olsun və həmçinin inqilab məhkəməsində yox, bəlkə dadqüstərinin, ədliyyənin ümumi dadqahlarında bu mühakimə cəryan tapsın. Bildiğiniz kimi İran İslam Cumhuriyeti 2016 ilində məclisdə siyasi suçlar yasası olarak bilinen kanun qəbul etdi. Bu yasa ölkədə geniş miqyaslı etirazlardan sonra təsvib oldu və o zamana qədər İran qanunlarında siyasi suç qanunu yox idi. Ancaq o zamandan bəri məhkəmələr siyasi faalların demək olar heç bir pərvəndəsinə siyasi suç kapsamında baxmadılar ve pərvəndələrin büyük bölümü Emniyet-i Milli suçları çerçevesinde görüldü. Eğer
bu qanun heç kimə icra olunmayacaqdıysa, sizcə bu yasanın qəbul edilməsində pərdə arxasındakı hədəf nə idi? 1395-ci şəmsi ildə siyasi cürm adında qanun təsvib oldu və demək olar ki, birinci dəfə olur ki, belə bir qanun təsvib olunur. Siyasi cürm rəsmiyyətə tanınır. Bundan öncə ilk qanun İranda siyasi müttəhəmlərin rabitəsində Rza Şah dövründə idi ki, İranda kommunist fəaliyyətlərin genişləndiyindən sonra 1310-cu ildə təsvib olmuşdu və o qanun da elə İran rejiminə tay yazılmışdı ki, onlar ki, daxili əmniyyətin əleyhinə iqdam eləyirlər. Yəni siyasi cürm adında rəsmiyyət verilməmişdi. Amma yenə gördüyümüz halda da bugünkü vəziyyətdəki 1395-ci şəmsi ildən siyasi cürm tərif olunubdur və qanunu da lazımul icradır. Amma bugünə qədər mənlə milli fəallarımızın barəsində belə bir şeyə şahid olmuşam ki, siyasi cürm ünvanında istifadə olunsun və nə başqa siyasi fəalların rabitəsində bu qanun icrasına şahid olmuşam. Yəni elə bir qanun təsvib olunub ki, icra olmur. Yəni təsvib olmasaydı da təsvib olduğundan bir fərqi yox idi. Son illərdə özəlliklə Azərbaycan bölgəsinə və türk fəallara baxdığımızda tamamilə barışçıl, kültürel və yazı yazmaq fəaliyyətləri ilə məşğul olan bu insanların ağır əmniyyəti ittihamlara məruz qaldığını görürük. Məhkəmələr bu pərvəndələri siyasi çərçivədə deyil, əmniyyəti pərvəndə olaraq ələ alır və görürük ki, evin həbsxanasında saxlanılan Azərbaycanlı fəallara verilən toplam həbs 100 ili aşır. Həbsxana içindəki ağır baskılar və bunları infiradi hücrələrə göndərmək və onların baskılara qarşı aclıq etisabı və tədavi görmələrinə əngəl yaratmaq kimi xəbərlər gəlir. Sizcə Azərbaycanlı milli fəallara yönəlik bu sistematik baskının təməl nədəni nədir və nədən bu fəallara qarşı bu qədər sərt rəftar olunur? Güney Azərbaycanın milli fəallarının fəaliyyətləri mədəni və barışçıl olduğuna rəğmən onlarla davranış İran rejimi tərəfindən həmişə qəddarcasına olubdur və heç vaxt onların mədəni fəaliyyətinə uyğun olan bir davranışa şahid olmamışıq. Yəni bu məsələlər ki, İranda cürm sayılır, bir şeir yazmaq, bir məqalə yazmaq, bir çıxış eləmək və ya bir mədəni kampeyndə iştirak eləmək, bunların heç biri dünyada bir çox ölkələrdə suç sayılmır, cürm sayılmır. Amma İran rejimində bunlar cürm sayılır və o ittihamlar da ki, milli mədəni fəallarımıza qarşı irəli sürülür, o ittihamlardır ki, onların lap yumuşağı İran İslam əleyhinə propaganda ya təbliğ və o biri tərəfdən də misal üçün istima və təbani bərai irtikab cürm əleyhə əmniyyət keşvər və ya təşkil və idarə ya müşarikət در گروه‌هایی که هدفشان برهم زدن امنیت داخلی کشور است. Yəni hamısında əmniyyət kəlməsi istifadə olunur və əmniyyətin əleyhinə iqdam eləməyi bunlar bir şeir üçün, bir məqalə üçün, bir çıxış üçün və dediyim kimi bir mədəni kampeyn üçün nəzərdə tuturlar. Və təbii ki, çox ağır da cəzalar verilir bu rabitədə. İran rejimi bir rejimdir ki, təəssüflə də mahiyyəti dəyişilməyib. Elə 47 il qabaq ki, necə asıblar, kəsiblər və insanları həbsə veriblər, asıblar, öldürüblər. Bugün də elə həman vəziyyətdir. Yəni biz indi şahid oluruq ki, hətta bir şəxsi buna görə ki, bir dənə etirazda şirkət eləyibdi, ona edam cəzası verirlər. Güney Azərbaycanda bugünə qədər bizim fəallarımız öz mübarizələrin mədəni yoldan və barışçıl yoldan davam etdiriblər. Amma bir totaliter rejimin mahiyyəti bunu icab eləyir ki, hətta bu barışçıl və mədəni fəaliyyəti də
təhəmmül eləməsin və ona qarşı bir çox ağır və sərt reaksiya göstərsin. Və biz buna şahid oluruq. Keçən həftələrdə və keçən aylarda bizim bir çox milli fəalımız ağır həbslərə məruz qalıblar. Sayın Nağı bəy, bilirik ki, siz İranda Azərbaycanlı fəalların müdafiəsini üstlenmiş bir Azərbaycanlı vəkilsiniz. Zamanında əmniyyəti və məhkəmə qurumlarının doğrudan baskılarına məruz qaldınız və sonra ölkəni tərk etmək məcburiyyətində qaldınız. O dönemdə qarşılaşdığınız şəraiti və həmkarlarınıza yönəlik baskılar haqqında bizə bilgi verəsiniz. Ayrıca son illərdə Azərbaycanlı vəkillərə olan baskıları göz önünə alsaq, sizcə bu süreçdə müstəqil vəkillərin durumunda hər hangi bir dəyişim yaşandı mı? Mən onlar vəkildən biriyəm ki, müstəqil olduğum üçün və insan haqları dosyalarında siyasi məhbusları və müttəhəmləri müdafiə etdiyim üçün çox ağır baskılara məruz qaldım və sonunda ofisimə müraciə eləmişdilər ki, hər halda mən orada deyildim və sonra mənə sekreterim xəbər verdi ki, 4 nəfər şəxsi libasıyla gəldilər və səni soruşdular, dedim yoxsan, gəldilər, otaqları baxdılar və bəzi pərvəndələrdən bir şeylər götürdülər, apardılar. Ki bundan qabaq da mən təhdidlərə məruz qalmışdım və bu təhdidlərin ciddiləşdiyi üçün mən öz ölkəmi tərk etmək məcburiyyətində qaldım. İran rejimi istəmir ki, orada vəkillər müstəqil olsun və özəlliklə də İran rejiminin əleyhinə fəaliyyət eləyən şəxsləri müdafiə etsinlər. Bunların çox zoruna gedir ki, İttilaat İdarəsi gəlir 100 səfə, 200 səfə, 300 səfə bir dosya hazırlayır ki, məhkəmədə gəlsin, ağır bir həbs cəzası alsın və bir vəkil gəlir, öz usuli müdafiəsinin əsasında o təşkil tapan pərvəndə heçə çıxır və bəraət qazandırır öz müvəkkilinə və özəlliklə də İttilaat bu məsələdən çox acıqlıdır. Yəni mənim özümə də deyirdilər ki, biz pərvəndə təşkil veririk, aylar üstündə zəhmət çəkirik, sən gəlirsən və müdafiə eləyirsən və dadgahı da qane eləyirsən ki, müvəkkilimin bir cürmü yoxdur və məhkəmə sənin müvəkkilimin lehinə hökm verir və təbriə olur və bizim əlimiz boşa çıxır. Bundan narahatdılar. Yəni mən orada olduğum zamanda mən çıxmamışdan bir neçə gün qabaq mənim əziz dostum və həmkarım Musa Bərzini də tutdular. Əlbəttə onun tutulması vəkalətinə irtibatı yox idi. Onlar yığışmışdılar. Urmu gölünün qurumasına barə bir cələsə təşkil eləmişdilər və ondan da Musa Bərzin mənə deyirdi ki, 3-4 gün əvvəldə fəqət səni soruşurdular ki, bu nə iş görür, bunun pərvəndələrin, xəbərlərin kim yayır, hara ilə irtibatdadır və belə bir zatlar. Yəni hazırlayırdılar ki, eyni məsələni də mənim moridimdə piyadə eləsinlər ki, hər halda mən çıxdım və onların əlləri boşa çıxdı bu rabitədə. Və sonra da yenə şahid oluruq ki, başqa bizim həmkarlarımız da orada təzyiqlərə məcbur qalıblar, məruz qalıblar və öz ölkələrini tərk etmək məcburiyyətində olublar. Və son sualımı soruşuram Nağı bəy. Təxminən yarım əsrlik İran İslam Cumhuriyyəti hakimiyyətinin insan haqları qarnaməsinə baxanda, önümüzdəki dönemdə İranda insan haqları və məhkəmə sisteminin gələcəyini necə dəyərləndirirsiniz? Azərbaycanlı türklərin İrandakı gələcəyini necə görürsünüz? İran İslam hakimiyyətinin insan haqları qarnaməsinə biz baxdığımızda, birinci gündən ki təşkil tapıbdır, elə hədə qorxu ilə, təhdidlərlə, tutuqlamaqla, ağır həbslər verməklə və ağır başqa cəzalar, o cümlədən ölüm cəzası verməklə olub və bu günə qədər də davam eləyir. Yəni biz bu son illərdə də çox rastlaşırıq bu edamlarla ki, İran rejiminin o iç mahiyyətini göstərir ki, bunlar nə qədər qəddardılar və nə qədər bunlar üçün insan haqları dəyərsiz bir vəziyyətdədir.
Amma buna baxmayaraq Güney Azərbaycanda gedən oyanış hərəkatı özəlliklə də gənclərin arasında ümidvericidir. Yəni biz baxdığımızda buna şahid oluruq ki, orada milli düşüncə gündən-günə gənclərin arasında dərinləşir və genişləşir və mən şəxsən özüm çox ümidvaram ki, Güney Azərbaycanın taleyi gələcəkdə, hətta yaxın gələcəkdə çox gözəl və verimli olacaq. Yəni mən buna şəxsən inanıram və təbii ki, bu da Güney Azərbaycanda olan o mədəni fəaliyyətlərin sayəsində əl çatılıb və bunlar çox böyük insanlarımız bizim həzinə veriblər və bu həzinələri verdikdən sonra biz bugünkü vəziyyətdə olmuşuq, bugünkü yerdə dayanmışıq və dediyim kimi mən çox ümidliyəm, bizim gələcəyimiz yaxşı olacaq. Vəkil və insan haqları fəalı Sayın Nağıbəy Məhmudidən müsahibə dəvətimizi qəbul etdiyi üçün təşəkkür edirik. Değerli dinləyicilər, Araz News Radyosu'nun panorama programı burada sona çatdı. Bir başka programda görüşmek dileğiyle esen kalın. Çox səsliliyin səsi Araz News Radiosunu dinləyirsiniz.